Sizə belə bir sual verim. Adi səhmin qiymətini nə müəyyən edir? Tələb və təklif. Çox adam alarsa qiymət qalxır, çox adam satarsa düşür. Çox sadə və şəffafdır. Bəs opsiyonun qiymətini nə müəyyən edir? Bura artıq cəngəllikdir. Opsiyon qiymətləri qeyri-adi dərəcədə mürəkkəb olan Black-Scholes adlı riyazi modellə hesablanır. Opsiyonun dəyərinin təyin edən təməl faktorlar bunlardır. Səhmin cari qiyməti, qalan vaxt, dəyişkənlik, yəni volatility dərəcəsi, istifadə qiyməti və həmçinin risksiz faiz dərəcələri. Bunların opsiyona təsiri Yunan hərfləri ilə ifadə olunur. Delta, gamma, teta, vega və rho. Çox vaxt yeni başlayanlar ancaq deltaya fokuslanırlar. Yəni səhm qalxarsa, opsiyon da qalxacaq deyə düşünürlər. Lakin onları məhv edən və ruhları belə inciməyən faktor əksər hallarda vega, yəni gözlənilən dəyişkənlik olur. Bunu real bir nümunə ilə izah edək. Çox məşhur bir səhv var. İnsanlar şirkətlərin rübli gəlir hesabatları öncəsi opsiyon alırlar. Düşünürlər ki, məncə bu şirkət çox böyük gəlir açıqlayacaq. Səhm uçacaq, mən də opsiyonu alıb zəngin olub. Hesabat gününə qədər həmin opsiyonun qiyməti çox bahadır. Niyə? Çünki hər kəs böyük bir hərəkət gözləyir və dəyişkənlik, yəni volatility maksimum səviyyəyə çatır. Siz bu opsiyonu ən baha, ən şişirdilmiş qiymətdən alırsınız. Hesabat açıqlanır, həqiqətən də şirkət mükəmməl gəlir açıqlayır və səhmin qiyməti 3-4% artır. Siz sevinclə hesabınıza baxırsınız ki, qazandım.